Bax, Kərimi tanıyırsınız değil mi, müğənni Kərimi? Evet. Yaxşı oxuyur. Yaxşı oxuyur. Necə müğənnidir? Səsi oxumaq səsidir onun. Amma Səsi sevilir yararlı. də bugün. O elə eləncilər sevilir də. Yox, bir dəqiq. Toylar Yox, bir də aparır, üzr istəyirəm. sevilir. Sualı mənə vermişsən. Vermişəm. Mən bir başqa şey professional deyəcəm. müğənni kimi üzr istəyirəm. Tam səs ki var Allah Taala tərəfindən verilən uşaqlıqda, ana vətinindən. O gedib hardasa 2 iş qutarmaq və yaxud nəsə diplom kağız sənə işlə verməyəcək. Sənə kağızı ana vətinindən yarananda Allah Taala istedad, fitri istedad. Fitri səs deyil tək orada. Allah versin. Musiqini qavramaq, sözü qavramaq, yaddaşın, absolutluk suq, nə bilim ritmin, çox şey var ya orada. Əlim, Azərbaycan show biznesdə absolut nusluğu olan neçə nəfər adam saya bilərsiniz? Bugün Teymur Əmrah. Elə bir dənə o deyəcəksiniz. Bir Sonra dəqiqə, ki, deyən, yox. Samir Cəfərov, sonra. Azər Zeynalov. Yox, onlar cavanlardan. Onları bilirik. Cavanlardan Samir Piriyev, Elton, qulaq as. Sonra Qızlara keç. Qızlar xoşuma gələn şeydir. Güllü Muradova, Kamilə. Sonra Ərəbli, Səbinə Ərəbli, Almaz Orucova. Kərim deyir ki, mən Teymur Əmrah kimi sənətkar olub, ac qalmaq istəmirəm. Bugün Teymur, bir dəqiqədə onun sözündə həqiqət var. Deyir ki, Teymur Əmrah bugün sənət aşıqıdır. Amma bu günləri devlət ona ev verdi. Teymur müəllimi mənim hörmətim var. Toylara getmir. Az gedirdi, yəni seçmə toylara. Altında bir kişinin maşını yox. Atlar çəkdini Elton, Ayaz, Zamik, Samir Piriyev tələbələrinə bax ha. Evi satıb, evi də yox. Evini də satıb. Kərimin sözündə həqiqət varmı ki, ac olub sənətkar olmaq istəmirəm? Bilirsən ki, Kərim birbaşlı deyir onu, amma mən bilirəm. Həmişə Allah Taala Xan əminin villası olmayıb. Qulaq asa, xandan gedir. Cabbar Qarayağdının villası olmayıb. Hamısı köhnə evlərdə yaşayıb, amma necə sənətkar olublar. Gülağa Məmmədovun villası olmayıb. Şövkət Ələkbər villası olmayıb. Tutalım ki, Zeynəbin villası olmayıb. Sonradan nəsə olub olsun. Amma Zeynəb daxı bu. Oktay Ağayın yaşamağa yeri olmayıb. İlhamə Quliyevin də villası olmayıb. İlhamə Quliyevin villası onun sənəti olub. Bəli. Floranın da villası onun sənətidir. Əlim, sözündə həqiqət varmı, yoxmu? Kimin? Kərimin. Var. Varmı? Var. Nə mənada var? Mən dedim xanım, ona görə ki, elə adamları toya aparmırlar. Ay, sağ ol. Niyə? Çünki musiqini gözəl bil. Acından ölmək deyəndə neyinə? O məcazi mənada deyir ki, mən cavanamsa Teymur Əmrahın